Herkese salam. Bugün günlerden səhər yeməyi günüdür və biz qərara gəldik ki, bütün kuzenlər yığışaq birlikdə səhər yeməyinə gedək. Dedim ki, mən 24 illik həyatımda heç vaxt səhər yeməyi üçün restorana getməmişəm. Bu mənim üçün ilk təcrübə idi və çox xoş oldu ki, hamısı ilə birlikdə yığışdıq, qəşəng yedik, içdik, söhbət elədik. Biz şəhərin mərkəzində yerləşən Ferma Art restoranında olduq. 2 ədəd 4 nəfərlik set götürdük. Çünki 9 nəfər idi. Elə 2 set bizə ancaq bəs elədi. Yeməklərdən hər hansısa bir şikayətim olmadı. Çünki mən burada cəmi 4-5 növ nəsə yedim. Daha doğrusu dadına baxdım. Çünki mən səhərlər ancaq və ancaq bir ədəd çay və bir dənə də peçenyayla doyan birisiyəm. Lap birinci meyvə suyu gətirdilər. Çayları isə biraz gec servis etdilər. Yeməklər də gec gəldi masaya. Əslində bir tərəfdən onları başa düşürəm, çünki həqiqətən zal dolu idi. Yenə də nəzərə alsaq ki, əlavə servis haqqı ödənilir. Məncə masayla daha yaxşı maraqlana bilərdilər. Məsələn, çay və çörək limitsiz idi deyə biz istəmədiyimiz müddətcə gətirmirdilər. Ancaq məncə onlar görürdülər ki, biz elə 9 nəfərik və bunu nəzərə alıb bir dəfəlik çayımızı ən az 4 çaynik çaydan heç olmasa 4 dənə də çörək gətirməli idilər. Bu mənim şəxsi düşüncəmdir. Amma biz istəmədikcə onlar nəsə gətirmirdilər. Stolun üstündə duz istiyor yox idi. Bundan başqa şəkər tozunu da sonradan istədik. Yəni bunları nəzərə almasaq mənə görə yaxşı idi. Dediyim kimi mən zaten ora əsasən söhbət eləmək üçün, əylənmək üçün getmişdim və əlimizi üzümüzü yumaq üçün ikinci mərtəbəyə getdik. İkinci mərtəbədə belə uşaqlar üçün bir stend var, oyuncaq stendi və eyni zamanda ikinci mərtəbə ilə uşaqlı ailələr üçün nəzərdə tutulub uşaqlarınızın oynaması üçün bir yer ayrılmışdı. Və səhər yeməyini yeyib çıxandan sonra istədik biraz gəzək. Yollandıq buradakı Wonder Parka. Burada parkda əsasən uşaqlar üçün atraksiyonlar var, amma biz Vikingə mindik. Burada gördüyünüz bu atraksiyona. Doğrudan da çox bəyəndim. Düzdür, əvvəllər Nərmanovda olan bundan daha iri idi və düşünürəm ki, hissiyat olaraq daha çox həyəcan verici idi. Amma bunu da bəyəndim. Neçə vaxtdır ki, atraksiyona minmirdik. Özdə hamımız birlikdə mindik. Çox əyləncəli oldu. Burada da Uğur'u gözləyirik ki, gəlsin və minək maşına yollanaq evə. İndi sizə saxladığımız bu bir neçə mərtəbəli qarajı göstərəcəm. Qarajı göstərməmişdən öncə də belə bir ağac var idi. Səhv etmirəmsə bu ağacın meyvələri meymun alması adlanır. Eminlə birlikdə baxdıq görək necə bir şeydir. Sonra Emin onu 2 yerə böldü və biz gördük ki, o quruyub normal olaraq. Və bu mərtəbəli dayanacağa düşdükcə görürdük ki, belə qəşəng sənət əsərləri var. Uğur'un evə gəlməyi ilə çıxmağı bir oldu. Çünki onu bir konsertə dəvət etmişdilər. Əslində biz bilmirdik bu bir konsertdir. Bilsəydim onunla birlikdə gedərdim. Sadəcə bir yerə dəvət edildi. Bu şəkildə demişdilər. Yəni yığıncaq olacaq və s. Çox vaxt onu işdən belə rəsmi bir yığıncaqlara dəvət edirlər. O da bu dəfə belə olduğunu düşünmüşdü. Hətta getmək istəmirdi. Amma məncə yaxşı ki getdi, əyləndi. Ən azından biraz havası dəyişdi. Ona bildirmişdilər ki, rəsmi şəkildə geyinsin və üzərində veteranlığa aid və vətən müharibəsində iştirakına dair medalları taxıb gəlsin. Elə Uğur çıxmağa hazırlaşırdı ki, eşitdik ki, qaynanamgil xəbər vermədən bizə gəliblər. Xəbər versəydilər daha yaxşı olardı əslində. Hazırlıq görərdik. Evdə olandan nə varsa hazırladıq. Yedik, içdik, söhbət elədik və İnci ilə oynadılar. Səhər-səhər anam baxmışdı İnciyə ki, biz də rahat gedək şəhərdə səhər yeməyi yeyək. Elə bugün demək olar ki, ancaq nənələr maraqlanmışdı İnci ilə. Amma axşama yaxın biraz huysuzlandı. Az da olsa burnu axırdı. Düşünürük ki, biraz soyuq dəyməsi var. Qrip deyil məncə. Qrip olsaydı çox ağır keçirərdi. Hələ ki simptomları yüngüldür. İnşallah belə olar. İlıq hazırlamağıma baxmayaraq biraz huysuzlandı, yemədi. Elə bildilər ki, çox qaynardı, istidir. Sadəcə olaraq şüşədə isti kimi bilinir. Amma qolumuza vurduğumuz zaman görürük ki, ilıq süddür. Elə bu zaman anladım ki, nəsə nasazlığı var. Çünki südü həmişə səbirsizliklə içir.
Axşam yeməyində ona rüşeymli irmiklə gecə mühallebisini qarışdırıb vermək istədim və hazırladım. Sonra da yollandıq birlikdə dayımgilə. Bugün Aynur xala gəlmişdi onlara. Biz də yenidən birlikdə yığışdıq bir yerə. Çay süfrəsi oldu, çay içdik. Xalam bu dəfə biraz fərqli bir şirniyyat almışdı. Adı merenq adlanır, səhv etmirəmsə. Dadı fərqli idi. Heç vaxt yemədiyimiz, dadmadığımız bir daddaydı. Bəyəndim. Əgər videomu bura qədər izlədinizsə, hər birinizə dərin minnətdarlığımı bildirirəm və mənə dəstək olmaq üçün kanalıma abunə olub videomu like etməyi unutmayın. Aşağıda şərh bölməsində şərhlərinizi yaza bilərsiniz.